Salam əziz və dəyərli tələbələr, bugün sadəcə ikinci mövzumuzu keçirik. İkinci mövzumuz say sistemləri adlanır. Say sistemləri bizim üçün olduqca vacib bir mövzudur. Çünki 2025-ci ildə birinci və ikinci cəhd imtahanlarında say sistemlərinə aid sual düşmüşdür. Və olduqca da rahat bir mövzudur say sistemləri mövzusu. Gəlin vaxt itirmədən mövzumuzun izahına keçək. Say sistemləri gördüyünüz kimi iki dənə söz, saymaq və sistemləşdirmək sözlərinin birləşməsindən yaranıb. Say bildiyimiz saylardır. Yəni 0-dan 10-a qədər rəqəm 9 da daxil olmaqla olan rəqəmlərdən yaranan ədədlər və eyni zamanda bunların özləri bir sayı təşkil edir və bunların öz aralarında da bir sistemləşmə var. Say sistemləri buradan yaranır. Say sistemləri iki yerə bölünür. Birinə deyirlər mövqeli say sistemləri, o birinə də deyirlər mövqesiz say sistemləri. Mövqeli say sistemlərindən də bizim işimiz. Mövqesiz say sistemləri bizdə informatikada lazım deyil. Mövqesiz say sistemləri üçün xırda məlumat verim ki, Rum rəqəmləri ki var. Siz bu rəqəmləri orta məktəbdən tanıyırsınız. Nə bilim 10, sonra 100, 1000 və s. Bax, bunlar mövqesiz say sistemləri. Bunlarla bizim işimiz yoxdur. Amma mövqeli say sistemləri bizim əsas mövzumuz buradadır. Mövqeli say sistemləri hansılardır? Gəlin olaraq keçək. Deməli belə, mövqeli say sistemlərindən bizim məşhur say sistemlərimiz var. İkilik say sistemi. Bu x yəni rəqəmi göstərir. Birazdan bunun haqqında danışacağam. Sonra məşhur say sistemlərindən 8-lik say sistemi, 10-luq say sistemi və 16-lıq say sistemləri ki var. Bunlar məşhur say sistemləridir. Baxın yoldaşlar, burada məntiq çox sadədir. Nəyə görə ikilik say sistemi deyirlər? Ona görə ki, bu say sistemini təşkil edən ədədlərin sayı cəmi 2 dənədir. 0 və 1-dir. Vəssalam. Və həmişə də yadınızda saxlayın. Say sisteminin göstəricisi nədirsə, onun tərkibinə daxil olan rəqəm ondan bir vahid kiçik olmalıdır. Yəni özü heç vaxt olanmaz. Bax, məsələn, 8-lik say sistemindən danışaq. 8-lik say sistemi 8 dənə rəqəmdən təşkil olunur. 0, 1, 2, 3, 4, 5, 6 və 7-dən. Diqqət elədinizsə, bunun ən böyük rəqəmi neçə oldu? 7-dir. Və 8 dənə rəqəmdən təşkil olunmuş olduğuna görə buna deyirlər 8-lik say sistemi. 8 özü ola bilərmi bu say sistemi içində? Qətiyyən ola bilməz. Eləcə də, məsələn, məşhur olmayan say sistemləri də var. Yəni, təkcə bu demək deyil ki, 2-lik, 8-lik, 10-luq, 16-lıq say sistemləri var. Digərləri də var. Məsələn, 4-lük say sistemi də var. Lap yazaq 3-lük say sistemi də var. 5-lik say sistemi də var. 6-lıq da var. Lap 7-lik də var, 9-luq da var. Bunların çoxluğu sizin gözünüzü qorxmasın. Biz bunlarla misallarda çox işləmirik. Ən çox məşhur olan say sistemlərlə biz misalda işləyirik. Baxın, məsələn, 3-lük say sistemi deyəndə hansı rəqəmlər olacaq? Gəlin baxaq. 0, 1, 2. 3 dənə rəqəm oldu mu? Oldu. Deməli, 3-lük say sistemi təşkil edir. Say sistemi doğrudurmu? Doğrudur. Nəyə baxırıq? Çünki burada ən böyük rəqəm nədir? 2-dir. 3 özü olsaydı səhv olardı. Məsələn, 4-lük say sisteminə baxaq. Hansı rəqəmlər olacaq? 0, 1, 2, 3 və salam. 4-ü buraya yazsaydı, say sistemi səhv olacaqdı. Deməli, say sisteminin ən böyük rəqəmi özündən bir vahid kiçik olmalıdır. 5-liyin ən böyük rəqəmi 4, 6-lığın ən böyük rəqəmi 5, 7-liyin ən böyük rəqəmi 6, 9-luğun ən böyük rəqəmi 8. Bu qədər. Baxın, gəlin burada sizə bir şey deyim. Məsələn, ikilik say sistemində sizə belə bir sual versələr ki, aşağıdakılardan hansı ikilik say sistemində yazılışı doğrudur? Məsələn, 1, 0, 0, 1, 2. Desək ki, 1, 0, 0, 1, 1, 3. 1, 0, 0, 1. Məsələn, birini də versək ki, 0, 0, 1, 1, 2. Hansı doğru olar burada? Təbii ki, buradakı bu doğru olar. Məsələn, variant şəklində işarə etsək, A, B, C desək. C variantı doğru olar. Çünki ikilik say sistemində heç vaxt özü olanmaz, heç vaxt özündən böyük rəqəm ola bilməz. Cavabımız olacaq C variantı. Bunun məntiqi bu qədər. Və bir də 10-luq say sistemində vəziyyət biraz belə deyək. 10-luqda yox, 16-lıqda biraz fərqlidir. 10-luqda da yeni qayda ilə 0-dan başlayaraq 9-a qədər gedəcək, heç vaxt onun özü ola bilməz. 16-lıq say sistemində niyə vəziyyət fərqlidir deyirəm? Baxın, qoy indi biz qələmimizi dəyişək. 16-lıq say sistemində 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a qədər gəldik, saxladıq əlimizi. Yaxşı, bayaq dediyim məntiq əsasına deyə bilərim ki, 16-nın ən böyük rəqəmi 15-dir, özündən bir vahid kiçikdir. Deyəcəksiniz ki, həmən, bayaq dediniz ki, ən böyük rəqəm özündən bir vahid kiçikdir. Doğru deyirsiniz. Ən böyük rəqəm özündən bir vahid kiçikdir. Amma 16-lıqda biz 15 demirik. Yəni, desələr ki, 16-nın ən böyük rəqəmi 15-dir, səhv deyirlər. Niyə? Bayaqki fikrimizdən əksi oldu axı. Heç bir əksizlik yoxdur. Burada məntiq fərqlidir. Əgər sən 9-dan sonra bura 10 yazsan, bu səhvdir. Niyə səhvdir, bilirsənmi? Bax, burada bayaq 1 var, bayaq burada da 0 var. Bu ikisi ilə zaten 1, 0, 10-u yaradır. Sən də təzədən bura bir dənə 10 yazsan, bu dolaşıqlıq yaranacaq. Kompüter bilməyəcək ki, bu 1, 0-dırmı, yoxsa 10-durmu? Ona görə bu 10-u fərqləndirmək üçün buna bir dənə hərflə A hərfi deyiblər. A.
böyük A. Deməli, 11 yoxdur, onun əvəzinə B var. 12 yoxdur, onun əvəzinə C var. 13 yoxdur, onun əvəzinə D var. 14 yoxdur, onun əvəzinə Y var. Deməli, 15 yoxdur, onun əvəzinə nə var? F var. İndi biz deyəcəyik ki, 16-lıq say sisteminin ən böyük rəqəmi nədir? Deyəcəyiz ki, F-dir. Vəssalam. Bunun məntiqi də bu qədər. Bir də yoldaşlar, burada bir səhifəmizi aşağı çəkək. Başqa şeylərə də nəzər yetirək. Baxın, imtahanda düşə bilər bəzi məqamlar var. Deyir ki, ikilik say sisteminin ən böyük 3 rəqəmli ədəd. 3 rəqəmli ədədi neçədir? Hansıdır? 3 rəqəmli ədəd. Biz bayaq nə dedik? İkilik say sistemi rəqəmləri 0 və 1 ola bilər ancaq. Düzdür? 0 və 1. Deməli, mən bu 0-1-dən başqa kənara heç nə çıxanmaram. Mən bu rəqəm sözünü səni anlatmasın. Mən bax bu 0-1-dən rəqəmlər yaradıram. 1, 0, 10 oldu. 1, 1, 11 oldu. Ondan sonra 1, 2 dənə 0, 100 oldu. 1, 1, 0. Ondan sonra 1, 1, 1. 0, 0 yazamıram çünki 0 ilə başlayan bir ədəd olmadığı üçün. Məsələn, mən bunları yarada bildim. 3 rəqəmli bax bunlar yarandı. Düzdür? Və yaxud da ki 0, 1, 1 yazsan səhv olacaq çünki 0 ilə başlayan ədəd yoxdur. 0, 1, 0 yazsan səhv olacaq. Sənin yarada biləcəyin bunlardır. Deməli, bunların içərisində ən böyük rəqəmli ədəd nədir? 111. Qutardı getdi. Cavabın olacaq 111. Desək ki, ikilik say sisteminin ən böyük 4 rəqəmli ədədi, onda deyəcəksən 1, 1, 1, 1, bunun ən böyük 4 rəqəmli ədədidir. Ən kiçik 4 rəqəmli ədəd də 1, 0, 0, bunun 4 rəqəmli ədədi olmuş olacaq. Bax, məsələn, digər say sistemlərində də baxsaq, bir dənə keçək, səhifəmizi yeniləyək. Bu Word proqramıdır. Word proqramla biz növbəti dərslərdə sizinlə tanış olacağıq. Tələbələrin bəzilərinin yaralı yer olan Word proqramı kimi gəlir uşaqlara. Amma heç də çətinliyi olmayan bir proqramdır. Aha, biz dedik say sistemlərində. Məsələn, desək ki, 400 say sisteminin ən böyük 2 rəqəmli ədədi. 2 rəqəmli ədədi. Ən böyük. Bax, məsələn, 4-cü rəqəmlər hansılardır? 0, 1, 2, 3, 4. Üzr istəyirəm, 4 yox. 3-də dayandıq. Deyir ki, 400 say sisteminin ən böyük 2 rəqəmli ədədi. Baxırsan ki, burada ən böyük rəqəm 3-dür. Sən bunu 3-ü 2 dəfə arxa-arxaya qoysan 33 eləyəcək. Məsələn, 3-dən sonra 2-ni yazsam 32 eləyəcək. Bu bundan kiçik olmuş oldu. Və yaxud da ki, 2 ilə rəqəm yaratsan 2, 3 olacaq, 2, 2 olacaq, 2, 1 yarada bilərsən. Məsələn, 1 ilə yaratsan 1, 2 olacaq, 1, 3 olacaq, 1, 0 olacaq və s. Deməli, sən bunlardan ən böyük rəqəmi nə ala bildin? 33. Deyəcəksən ki, 400 say sisteminin ən böyük rəqəmi 2 rəqəmli ədəd nədir? 33-dür. Vəssalam. İndi gələk 16-lıq say sistemi. Deyəcək ki, 16-lıq say sisteminin ən böyük 2 rəqəmli hansıdır? Bayaq nə dedim? İstənilən say sisteminin özündən bir vahid kiçik, onun ən böyük rəqəmidir. Amma 16-lıq say sistemində bu 15 sözünü biz yığışdırırıq. 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədəd onda nə olacaq? F olacaq. Ən böyük rəqəmdən biz başlayırıq. F. Ümumiyyətlə, ən böyük 2 rəqəmli ədəd deyirsə, ümumiyyətlə, ən böyük sözünü deyirsə, ən böyük rəqəmi seçirsiniz. Məsələn, 5-in ən böyük rəqəmi nədir? Məsələn, 2 rəqəm deyirsə, yaz 2 dənəsini, bu çıxsın, getsin. Məsələn, 3-lük say sisteminin ən böyük rəqəmi 2-dir. 2 dənəsini yaz, getsin. Məsələn, 16-lıq say sisteminin ən böyük rəqəmi F-dir. 2 dənəsini yaz, çıxsın, getsin. 16-lıq say sistemi desək ki, ən böyük 3 rəqəm ədədi, onda F-dən 3 dənəsini yazarsan, çıxıb gedəcək və salam. Bunda məntiqi bu qədər. Bir də çox vacib məqamlardan birini mən sizə qeyd edeyim. Bu say sistemlərində yaddaş tutumu. Bax, bura yazıram. Buna çox diqqətlə qulaq asın. Yaddaş tutumu. Baxın, yaddaş tutumu deyəndə nə nəzərdə tutulur? Biz kompüterlə işləyən zaman bu rəqəmlər kompüterin yaddaşında müəyyən qədər yer tutur. Məsələn, bir də bunu xüsusi olaraq bura qeyd edirəm. Xüsusi qeyd. Kompüterin yaddaşında, kompüterdə ikilik say sistemindən istifadə olunur. İkilik say sistemindən istifadə olunur və salam. Bunu yanınızda saxlayın. Kompüterdə kənar ikinci bir say sistemi yoxdur. Baxın, yaddaş tutumu deyəndə hər bir rəqəm yaddaşda müəyyən qədər yer tutur. Bax, məsələn, deyirəm ki, 1, 1, 1, 0, 1, ikilik say sistemi. Bu yazılış düzdürmü? Düzdür. Nəyə görə? Çünki say sisteminin özündən böyük və özünə bərabər rəqəm yoxdur. 1 və 0-dan ibarət olunur. Düzdür. Burada heç bir səhv yoxdur. Deyir ki, bu yaddaşda neçə bit yer tutur? Bunun məntiqi çox sadə, çox rahatdır. Necə? Biz keçən dərslərdə əsas anlayışda demişdik. Üstü qüvvətləri yadımıza salaq. 2, 2 üzərində nə deməkdir? Yəni 2, 2 üstünə 1 deməkdir. Düzdür? 2 üstünə 1 ilə 2-ni verir. Deməli, sən bu 1-i götürürsən buradan, 1 bit olaraq adlandırırsan. Bu 1 biti sahib bunların sayına vurursan. 1, 2, 3, 4, 5.
5 vurulsun 1, 5 bit. Qutardı. Məsələn, yeni birinə baxaq. 1, 0, 1, ikilik rəqəm yaddaşda nə qədər yer tutur? Bayaqki 1 yadına sal. Hardan almışdıq? 2 üstü 1-dən. Bax, bu 2 əsaslanıb üstdən almışdıq. Sayırsan 1, 2, 3, 3 vurulsun 1, 3 bit bunun cavabı olmuş olacaq. Məsələn, digər say sistemlərinə baxaq. 8-lik say sisteminin böyük rəqəmi nədir? 7-dir. Məsələn, 7-dən rəqəm yaradaq. 7, 6, 5, 4. İstədiyin qədər rəqəm yaza bilərsən. Bir şərtlə ki, özünün olmasın rəqəmi. Bunların hamısı doğrudur. Bu 8-lik say sistemində olan bu ədəd nə qədər yer tutar yaddaşda? Bax, belə bir sual versə, necə hesablayırsan? Bayaq bunun ayağına baxdıq. Dedik 2 idi. 2 üstü 1 olduğuna görə 1-ə vurduq. İndi bax, bu 8-i buradan götürürük. Deyirik 8, 2 üzərində 3-dür. İndi bax, bu 3-ü götürür. 3 bitimizi qırağa qoyuruq. 3 bit. İndi mən baxıram. Bayaq rəqəmi saydım 1-ə vurdum. Çünki 2-lik say sisteminə indi. 8-lik say sistemindədir. 3-ü götürmüşəm. Sayıram. 1, 2, 3, 4, 5. 5 vurulsun nə yazacağım? 3 yazacağım. 5 dəfə 3-üm nə qədər eləyəcək? 15 bit eləmiş olacaq. Başqa bir nümunəyə də baxaq. Məsələn, desək ki, 136, 747, bir də desə 56. Biraz ya 55 birdən 6. Böyük bir rəqəm verdik. Deyək ki, 8-lik say sistemi nə qədər yer tutacaq desə, 8-i götürdüm ki, üstü 3 şəklində yazdım. 3 biti qırağa qoydum. Sonra sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə mənim rəqəmim var. 9 vurulsun 3. Nəyə görə 3? Bayaqdan aydın oldu bu. 9 vurulsun 3 bərabərdir 27 bit yaddaşda yer tutmuş olacaq. Digər nümunələrimizə keçək. Aha. Bax, məsələn, dedik 2-nin yaddaş tutumunu bildik. 2-lik say sistemi bilindi. 8-nin yaddaş tutumunu bildik. Gəl indi 16-lıq say sistemində yaddaş tutumu söhbətinə baxaq. Bax, məsələn, desək ki, F-i bildiniz də 16-dan böyük rəqəmidir. F, A, 758. Deyəcək ki, 16-lıq say sistemində bu rəqəm ədəd yaddaşda nə qədər yer tutar? Bayaq 2 ilə 8 nətər tapdıq? Baxdıq əsasa. 2 üstü qüvvət şəklində dedik. Buna da dedik 2 üstündə 4-dür. İndi burada qırağa nəyə qoyacaq? 4-ü qoyacaq. 4 bit. İndi mən rəqəmləri sayıram. 1, 2, 3, 4, 5. 5 vurulsun 4. Bərabərdir 20 bit yaddaşda yer tutmuş olacaq. Bu da sizi bu çaşdırmasın. Bu 15-i, 10-u unudun. Olan 2 rəqəmli olmağını unudun. 4 bulan ikisi bir rəqəmdir. Yəni, məsələn, bax, sən bilsən ki, bu 15-dir. Təzədən bu 15-ə 4, bu 15-ə 4 vermə. Bu F də ayrıca özü 15-i ifadə edir də. Yəni, sən 15-i unut. Bizə dənə F var. Bizə dənə rəqəmdir. 4-ü verdin ona. 4 buna, 4 buna, 4 buna, 4 buna. 20 bit yaddaşda yer tutmuş oldu. Bir dənə də nümunə yazaq. Məsələn, 756, bir dənə də 4. 16-lıq say sistemindədir. Nə qədər yaddaşda yer tutar deyir. Sən bilirsən ki, 16 2 üstündə 4-dür. Bu 2 üstündə 4-ün hərəsinə 4, 4 verirsən rəqəmlərini. 4 və 4-ün 16 bit eləyir. Sən tapırsan 16 bit. Amma getdin, gördün, variantda 16 bit yoxdur. Niyə inəcəksən? Heç nə byte-a gələcəksən. Bölək 8 bərabərdir 2 byte. Qutardı. Bu yaddaş tutumu bu say sistemlərində belə. Burada bir incə nüans var. Onluq say sistemində bir fərqlilik var. Bu da çox sadə bir fərqlilikdir. Yəni, onu da məntiqini başa düşəcəksiniz. Gəlin baxaq. Baxın. Burada məsələ nədən ibarətdir? 2-lik say sistemini 2 üstü 1 olduğuna görə rahat tapdıq. 8-lik 2 üstü 3 olduğuna görə rahat tapdıq. Tutalım. 16-lıq 2 üstü 4 olduğuna görə rahat tapdıq. Və yaxşı yoldaşlar, 10 2 üstü neçədir? Heç necə. Yəni, bu bizim artıq o bildiyimiz bəsit yol burada işimizə çatmır, köməyimizə çatmır. Bəs necə eləyək? Baxın, yoldaşlar, bunun çox rahat və sadə bir həll yolu var. Hər zaman da doğrudur. Məsələn, deyəcək ki, 56, onluq say sistemində yaddaşlar neçə bit yer tutur? Aha, gəldi indi məsələyə. Baxın, bayaqdan rahatca baxırdıq, deyirdik, hərəsi bu qədər bit, ümumilikdə bu qədər bit. İndi elə deyil. Sən baxırsan burada verilən ədədin özünə, 56-ya. 56 bir fikirləşin görüm, hansı 2 dənə qüvvət arasında yerləşir? Biri özündən kiçik, biri özündən böyük olsun. Bəli, bunun biri 2 üstündə 5-dir, yəni 32-dir. Biri də 2 üstündə 6-dır, 64-dür. Bu ikisinin arasında yerləşir də. 32-nin 64-ün arasında 2 dənə qüvvət arasındadır və bu qüvvətlər də ardıcıldır. Sən rəqəmi, verilən bax bu rəqəmi 2 dənə ədəd arasına, qüvvət arasına salırsan və sən bu qüvvətin arasına salandan sonra üstü böyük olan kəmiyyəti, yəni 6-nı götürürsən, deyirsən ki, 56 dədir, yaddaşda 6 bit yer tutur. Bir dənə də nümunə vaxt itirmədən. Məsələn, deyək ki, 37 onluq ədədi, yaddaşda neçə bit yer tutur. Baxırsan rəqəmə. 37-nin 2 dənə qüvvət arasında salası olsaq, ən yaxın kiçik bundan 2 üstündə 5-dir. Bir də yenə 2 üstündə 6 arasında salsaq, deməli biz nəyə götürəcəyik yenə? Böyüyü. Deyəcəyik ki, 37-də də yaddaşda 6 bit yer tutur. Məsələn, böyük bir rəqəmə baxaq. 129 biti götürək.
129, daha doğrusu onluq say sistemində götürək. Görək yaddaşı nə qədər yer tutur. 129-u 2 dənə qüvvət arasına salsaq. Biri 2 üstündə 7-dir. Bu ürək hardan gəldi çıxdı. 2 üstündə 7-dir, yəni 128-dir. Bir də 2 üstündə 8-dir, yəni 256-dır. Və biz buradan nəyə götürəcəyik? 8-i götürmüş olacağıq. Deməli, böyük rəqəm götürürük. Deyirik ki, 129 ya da 8 bit və yaxud da ki, 1 byte yer tutur. Bu da bunun məntiqi olmuş oldu. Bəsit şəkildə keçid edirik. Bu say sistemlərində yaddaş tutumu çox önəmlidir. Buna xüsusi diqqət eləyin. Bugün sizə keçidlər haqqında da danışıram. Say sistemləri haqqında videoda 2 hissədən ibarət olacaq. Və say sistemləri geniş mövzudur. Ona görə geniş şəkildə biz bundan danışacağıq. Deməli, diqqət edirik nəyə? Keçidlər. Bizə ən vacib olan məqam say sistemlərində keçidlər məsələsi. Baxın, ikilik say sisteminə bağlı bayaq bir qaydanı dedim. Nədə istifadə olunurdu bu? Kompüterin yaddaş ünvanlarında. Biri də var, ən vacib say sistemi onluqdur. Baxın, bu cümləmi çox möhkəm şəkildə yadınızda saxlayın və hər zaman istifadə edin. Haradakı toplama görsəniz, haradakı çıxaq görsəniz, yəni bir-birindən çıxma, vurma görsək, bölmə görsək, böyük-kiçik müqayisəsini görsək və yaxud da ki, nə bilim, qüvvətə yüksəltməyi görsək, bu kimi riyazi əməliyyatları gördünüzsə, siz mütləq ki, onluq say sistemindən istifadə eləməlisiniz. Nə demək istəyirəm? Bax, məsələn, desək ki, ikilik say sistemində bu ədədlə tutalım ki, üçlük say sistemindəki bu ədədi topla. Sən götürüb bu rəqəmlə bu rəqəmi üst-üstə gəlib, ağlına gələni yazanmazsın. Niyə? Sənə qayda qoyublar ki, bax, bu üstə gələk, o demək ki, sən bu onluq say sisteminə gəlməlisən. Və necə gələk? Yəni, indi ondan danışaq. Deməli, bizim ən vacib say sistemlərimizdən biri onluq say sistemidir. Onluq say sisteminə gəlmək. Bax, mərkəzə yazıram onluq. Oxla da göstərirəm. İkilik gəlir. Bütün say sistemləri üçlükdə gələ bilər. Ondan sonra lap 16-lıqda gəlsin. Lap tutalım ki, 9-luqda gəlsin. Lap sizin xətrinizdə 7-likdə gəlsin. Bax, bütün say sistemlərindən keçid bu cürdür. Bu qaydaya kim diqqətlə qulaq assa, imtahanda bununla bağlı düşən misalı yazacaq. Diqqətlə qulaq asın. Bax, məsələn, necə bir misal verim sizə. Deyir ki, 1, 1, 0, 1 ikiliyə ədədi onluqda nəyə bərabər? Bax, onluğa gəlməkdir. Bunun qaydası belədir, yoldaşlar. Qələmimizi dəyişək. Sən sağdan başlayırsan, sola doğru rəqəmləri qüvvətləyirsən. Sıfırdan başlayırsan, ha. Sıfırdan başlayırsan, 0, 1, 2, 3. Sağdan sola doğru nə qədər rəqəmin varsa, əgər burada bir dənə 1 olsa 4 də yazacaqdın. Bir dənəsi də tutalım ki, 1 olsaydı 5 dənə 5 yazacaqdın. Yoxdur deyə sən dayandın 3-də. Bax, bunları sildik. Deməli, birinci əməliyyatımız nə oldu? Sağdan sola doğru ədədləri qüvvətlədin. Qüvvətləyəndən sonra nə edirsən? Bu lap qabaqdakı rəqəmi götürürsən, vurursan, say sistemi burada nədirsə ona, bunun üzərindəki bu qüvvətlə keçir say sistemin üstünə. Neynədik? Rəqəmi vurduq say sisteminin özünə, indi neçədirsə ona. Say sisteminə vurduq. Rəqəmin öz üzərindəki qüvvətlə nədirsə keçir say sistemin üstünə. Üstə gələni qoydun, sonra bu rəqəmi də ikinci dəfə 1-i vurursan yenə say sisteminə, 2-yə vurdun. 2-nin 1-in üzərindəki rəqəm qüvvət keçir. Bu dəfə nəyə vurursansa, onun üzərinə. Üstə gəlsin. İndi, bax, bu 0-ı vuracam mən 2-yə. Üzərində nə olacaq? 1 olacaq. Afərin. Niyə? Çünki 0-ın üstündə 1 var. Üstə gələk. 1-i, burada qalan bir dənə 1 var. Vuracam 2-yə. Üzərində nə? 1-in üzərində 0 var. Üzərində 0. Və salam şutlamam bunu hesablayacağım. 1 vurulsun 2 üstündə 3. Yəni 8-i 1-ə vurursam 8. Üstə gəlsin. 1 vursun 2 üstə 2, yəni 4. 0-ı nəyə vursanız, toplasanız, bölsəniz, bölmə yoxdur. Bütün riyazi kəmiyyətlərdə 0 verir. Üstə gəlinsin. Mən keçən dərsdən birində demişdim. Üstü 0 nəyə bərabərdir? 1-ə bərabərdir. 1 vurulsun 1, 1-ə bərabər olacaq. Orada toplasanız 13 eləyəcək. Bir dənə də dərhal təzə bir nümunəsinə də baxırıq. Burada və qələmimizin rəngini dəyişək, eləyək mavi. Məsələn, deyəcək ki, 37, 8-li ədədi görəsən onluqda nəyə bərabərdir? Bax, indi gedirik, nə edirik? Nə demişdik? Sağdan sola doğru başlayırıq qüvvətləməyə. 0, 1. Dayandıq. Niyə? Çünki 2 dənə rəqəm var. 0, 1-dən başlayan deyil. Bunun paynada 2 dənə rəqəm düşdü. Deməli, birinci rəqəmimizi vururuq. Say sistemi nədirsə ona. Vurduğumuz rəqəmin üstündəki
nədirsə, bax bunu götürüb gətiririk say sisteminin üstünə. Üstə gəlinsin. Yenidən rəqəmi vururuq say sisteminə, yəni 8-ə. Üzərində də nədirsə onu say sisteminin üstünə. 3 dəfə 8-in 24. 8 üstü 1-dir deyə. Üstə gəlsin. Üstü 0 kəmiyyəti nəyə bərabərdir yoldaşlar? 1-ə bərabərdir. Mən 7-yi 1-ə vursaq nə alacağıq? 7. Toplasaq nə alacağıq buradan? 31. Gəl bir dənə dəstinə də baxaq. Hiss edirəm ki, nəsə bir qaranlıq qalıb bir balaca. Onu tam aradan qaldıraq. Baxın. Bir yerdə gəlin həll edək bu misal qələmimizin rəngini dəyişək. Mavi nəsə gözümüzü açmadı. Ya qırmızıya keçək. Qırmızı da yox. Qara olsun elə. Baxın, deyək ki, tutalım ki, F6. Hansı say sistemi olacaq bu? Təbii ki, 16-lıq olacaq. Hər bircədən 16-lıqdadır. Deyir, görəsən, bu 10-luq say sistemində nəyə bərabərdir? Necə eləyəcək yoldaşlar? Fərqi yoxdur. Neçə dənə rəqəm verirsə, sağdan başla qüvvətdə. 0, 1. Qüvvətlərdin. Burada hər hansı bir rəqəm olsa, 2, 3 artıq gedəcək. Deməli, birinci rəqəmimizi götürüb vururuq say sisteminin əsasına. 16-ya. Vurduğumuz ədədin üstündə nə varsa o da keçir say sisteminin üstə. Yəni 16 üstə 1. Üstə gəlinsin. 6 vurulsun. 16 üstündə neçə? Siz deyin. 6-ın üstündə nə varsa o. 0. Vəssalam, bunu hesablayacaq. F nə idi? Misalın açılışında artıq yerinə qoydum. Misal həll eləyəndə rəqəmini yaza bilərsən. 15 vurulsun. 16 üstə gəlinsin 6-ya. 15-i 16-ya vuranda səhv etmirəmsə 240 edir. Üstə gəlsin 6, bu da eləyəcək 246. Gəl lap bir dənəsinə də baxaq. Sizin xətrinizə tam qaranlıq olan məqamlar yoxa çıxsın. Bir dənə də üçlük say sisteminə baxaq. Deyək ki, üçlük say sistemində hansı idi rəqəmlər? 1, 1, 2, 1. Deyir ki, bu üçlük say sistemindədir. Bunu tap görüm, onluq say sistemində nəyə bərabərdir? Necə eləyəcəksən? Deməli, qayda 1. Qayda 1. Arxadan başlayırsan, sağdan sola doğru 0, 1, 2, 3. Qüvvətlərdin. Sonra nə edirdin? Qayda 2. Rəqəmi götürüb vurursan say sisteminə. Buradakı nədir sona? Vuraq 3-ə. Rəqəmin üstündəki də say sistemin üstündə. 3. Üstə gəlinsin. İkinci dəfədə də yeni əməliyyat. 1 vurulsun. 3-ün 3 kvadratı. Kvadrat hardan aldım? Çünki bu 1-nin üstündəkini gətirdim. Buraya yazdım. Heç nə. Üstə gəlinsin. 2-ni vurdum. 3-ə. Üzərində nə? Üzərində də olacaq bu dəfə 1. Üstə gəlinsin. 1 vurulsun. 3-ün üzərində neçə? Bəli, 1-in üstündə 0 var deyə gətirdim. Bunu da yazdım bura. İndi baxın. 3-ün kubu neçə eləyir? 27. Üstə gəlsin. 3-ün kvadratı neçə eləyir? 9. 1-ə vuranda özü alınır. Üstə gəlsin. 2 vurulsun 3, 6. Üzərinə gəlsin 1. 1-i də bildiniz. Niyə? Çünki 3 üstü 0. 1-ə bərabərdir. 1-i də vuranda eləyir. 1-in özü. Bura eləyəcək 36. Üstə gəlsin 7. O da bərabərdir 43-ə. Bəs bu cavab olacaq 43. Bu bizim misalımızın onu say sistemimizə keçidin qaydası. Gəlin indi bəzi misal üzərində test nümunələrinə baxaq. Baxın, sizə indi testi necə verəcəklər? Məsələn, deyəcək ki, ikilik say sistemində verilmiş bu ədədlə 5-lik say sistemində verilmiş 43 ədədinin cəmi onluq say sistemində nəyə bərabərdir? Bax, sizdən bunu istəyəcək. Deməli, sən gördün ki, burada toplama var. Bax, heç bu onluğu bura verməyibdir. Sən burada toplamanı görürsə nəyə gəlməsin? Onluğa gəlməsin. Onluğa gəlmə qaydası nə idi? Rəqəmi sağdan sola doğru qüvvətlə. 3. Bunu da eyni qaydadan 0, 1. Qüvvətlərdin. Sonra keçirsən dediyimiz ardıcılığa. 1-i vurdun say sisteminə özünə. Bunun say sistemi 2-dir. Və 1-in üstündəki nədirsə, və sən onu da yazsan burada. 3. Üstə gəlsin. 1 vurulsun 2-nin kvadratı. Üstə gəlinsin. Tutalım 0 vurulsun 2-nin üstündə 1. Sonra təzədən üstə gəlsin 1 vurulsun 2-nin üstündə 0. Üstə gəlinsin 4 vurulsun 5-in kubuna. Üstə gəlinsin 3 vurulsun 5-in üstündə 0-a bərabərdir. Bunu hesablayacaq. Bizə dəqiq yoldaşlar. Aha, davam edir. Baxaq. Deməli, 2-nin kubu 8. Üstə gəlsin 1-in kvadratı, 2-nin kvadratı 4. Üstə gəlinsin, bura 0 eləyir. Üstə gəlinsin, bura 1 eləyir. Səbəbini bildik.
Üstə gəlinsin 5-in kubu 125 eləyir. 4-ə də vuranda 500 eləyir. Üstə gəlinsin 500 0 1-ə bərabərdir. 3-ə də vuranda 3-ün özünü alacağıq. Bunu da sonra toplayıb çıxsaq 12, 13, 16, 516 ümumilikdə bunun cavabı olmuş olacaq. Bax, gəlin bir dənə də misal nümunəmizə baxaq bununla bağlı. Məsələn, desin ki, neçə deyək? 1, 0, 1, 2-lik rəqəmi belə tez ya da qoy məsələ üstünə quraq. Deyir ki, sinifdə bu qədər, belə qoy bunun birini silək. Bu qədər şagird var. Testlərdə görəcəksiniz bu nümunəni. Şagird var. Bunlardan bu qədəri deyək, olsun da bu qədər. Bu qədəri əlaçıdır. Əlaçı olmayan şagirdləri tapın. Əlaçı olmayan şagirdlərin sayını tapın. Onu da ikilik say sistemləri. Baxın, gördünüz ki, burada bunun bir axırıncı rəqəmini silim. Bunun da ortasına 0 silim, rəqəm düz gəlsin, çıxsın deyə. Baxın, indi gördünüz ki, belə bir misal verilir. Toplama çıxma işi var. Deməli, yoldaşlar hansı say sistemi ağla gəlməlidir? Onluq say sistemi ağla gələcək. Və mən başlayıram. Onluq say sistemini tapmaq üçün. Deyir ki, bu qədər şagird var, bu qədər əlaçıdır. Onda mən bunun sayından, bax, bu aldığım qiymətin, buraya yazdığım qiymətin, yəni 1, 1, 1, 0, 1, 2-lik say sistemindən çıxaram. 1, 1, 1, 2-lik say sistemini. Deməli, yoldaşlar, burada çıxma varsa, riyazi əməliyyat varsa hansı say sistemidir? Təbii ki, onluğa gəlməliyik. Biz öz başımıza bunu toplayıb çıxanlarıq. 0, 1, 2, 3, 4 şəklində yazdıq. 0, 1, 2 şəklində də bunu yazdıq. Baxın, gəlin hesablayaq. 1 vurulsun 2-nin üzərində neçə? 4. Üstə gəlinsin. 1-i, ikinci 1-i vurduq 2-yə. Üzərində 3. Üzərinə gəlinsin. 1 vurulsun 2-nin üstü 2. Üzərinə gəlinsin 0 vurulsun 2-nin üstündə 1. Üzərinə gəlinsin 1 vurulsun 2-nin üstündə 0. Yəni, bunu yenidən xırda-xırda demirəm. Biz yəqin ki, məntiqini niyə görə belə yazırıq. Başa düşməyən olsa, videonu geri çəksin, yenidən baxsın o hissəyə. Çıxılsın. Bu hissəni əvvəlcə toplayaq. 16, üstə gəlsin 8, üstə gəlsin 4, üstə gəlsin 0, üstə gəlsin 1. Yəni, toplasaq 24, 28, 29 nəfər ümumilikdə şagirdimiz var. Bundan çıxacaq nəyi? İndi bax, bunu gəl hesablayaq. 1 vurulsun, yəni bax bu 1, vurulsun say sisteminə 2-yə, 1-in üstündəki də burada. 2-nin kvadratı, üstə gəlsin 1 vurulsun 2-nin üstündə 1, üstə gəlsin 1 vurulsun 2-nin üstündə 0. Toplasaq 4 üstə gəlsin 2 üstə gəlsin 1. Yəni 7 nəfərdə bunu tapdıq. Deməli 7 nəfər əlaçının sayını çıxsaq, 29-dan da 7 çıxanda nə qalır? 23 nəfər, daha doğrusu 22 nəfər əlaçı olmayan şagird olmuş olacaq. Sizin cavabınız 23 olacaq. Bu da onluq say sisteminə gəlmək. Onluq say sisteminə aid misallar. Toplaması da, vurması da, bölməsi də bu qayda ilə həyata keçir. Bir dənə də qaydanı mən sizə öyrədim. Ondan da bu videomuzu yekunlaşdıraq. Say sistemin ikinci videosunda da digər keçidlərdən danışacağıq. Deməli, yoldaşlar, biz indi bayaqki qaydamızda mərkəzə 10 yazdıq, oxlarla 10-a birləşdirdik. İndi onluq say sistemindən digər say sistemlərinə gediş də var. Lap istənilən say sisteminə 16-lıq və lap 5-lik olsun, 4-lik olsun, fərq yoxdur, 3-lik olsun. İstənilən say sisteminə keçid onluqdan bu qayda ilə. Buna da diqqətlə qulaq asın, bu da sizə lazımlı bir məqamdır. Baxın, onluğa gələndə necə edirik? Üstünü qüvvətləyirdik, vururduq say sisteminə, hesablayıb, toplayıb çıxırdıq. Bu onluğa gəlişdir, ha qatmayın. Amma bu onluqdan gedişdir. Məsələn, desək ki, 33 onluq ədədi hesablayın, kitablayın, görün ikilikdə nəyə bərabərdir? Bax, indi onluqdan ikiliyə gedir. Onluğu veribdir. Qayda belədir, diqqət ekrana. Deməli, nə edirik? 33-ü verilən ədədi, yəni burada göstərilən say sisteminə fərq yoxdur. Bu 2 də ola bilər, 5 də ola bilər, 8 də, 10, 16 da ola bilər. Nəyi göstərirsə ona bölürük həmin ədədə 2-yə. Nə qədər düşür? 16 dəfə tam düşür. Qalıqda 1 qalır. Qalığımızı dairəmizə aldıq. Gəlirik bu 16-ya. 16-nın özü 2-yə bölünən rəqəmdirmi? Bölünür. Bölsək 2-yə 8 dəfə düşəcək. Qalıq nə qalacaq? 0 qalacaq. Qalıq olmayacaq. Yenidən qalığımızı dairəyə aldıq. Sonra 8 özü də bölünürmü 2-yə? Bölünür.
bölsəm 2-yə nə qədər düşəcək? 4 dəfə qalıq qalır, heç nə də qalmır. 0 yazdıq. 4-ü də təzədən 2-yə bölərəm. 2 dəfə qalıqda 0. 2-yi də bölərəm 2-yə. 1 dəfə qalıqda 0. Deməli, gördüyünüz kimi qalıqları yazdım və ən sonuncu qismət. Bax, ən sonuncu qalan cavabı lap əvvələ yazıram. Lap əvvələ bunu yazıram. Sağdan sola doğru aldığım bax bu qalıqları da bunun arxasınca. Yəni 0, 0, 0, 0, 1. Bu da bunun cavabı. İkilikdə buna bərabərdir. Necə oldu deyənlər üçün təzədən bir dənə də nümunə yazıram. Baxın, desək ki, bəsit bir nümunə. 19 onluq say sistemindən ikilikdə nəyə bərabərdir? 2-nin üstünə deyib, digər say sistemindən də aid göstərəcəm. Bax, 19-u nəyə böləcəksən? Buradakı say sisteminə 2-liyə. 8 dəfə, 9 dəfə daha doğrusu, bir dəfə qalıq qalır. 9-u bölsəm 2-yə 4 dəfə düşəcək. Nə qədər qalıq qalır? 2 dəfə 4, 8, bir də qalıq qalır da. Bir də qalın qaldı. 4-ü də böldün 2-yə. 2 dəfə düşdü. Qalıq heç nə 0. 2-yi böldün 2-yə. 2-ni özü də bölünər 2-yə. Bir dəfə qalıq 0. Gördün ki, 1 bölünmür. Buradakı rəqəm bölünmür. Da əl çək bundan da. Belə getmə. Bax, məsələn, gördün 16, 8, 4, 2. Bunların hamısı bölündü. 1 bölünmədi. Burada saxladı müəllimi. Ta ki, bölünməyənə qədər gedəcəksən. Rəqəmə baxdın, bölünürsə böl. Bölünmədi, sənini dayandır. Sonuncu qismətin odur. Ən sonuncu qisməti əvvəldə yazırsan. Qalıqları onun ardınca 0, 0, 0, bir də 1. Bu da bunun cavabı. Gəlin indi digər say sistemlərinə də keçidə baxaq. Bax, məsələn, desək ki, 47 onluq say sistemi 8-likdə nəyə bərabər? 8-likdə. Onda 47-ni nəyə böləcəm? 8-ə böləcəm. Nə qədər düşəcək? 6 dəfə, 6 dəfə düşər də, yox. 5 dəfə olsa 40 eləyər, 6 dəfə olsa 48 eləyər. Düşür 5 dəfə. Qalıqda nə qədər qalacaq? 7 dəfə. Baxın, 5 bölünür 8-ə. 5 8-ə bölə bilirsiniz, bölmürsünüz. Deməli, sizin ən sonuncu qismətiniz nədir? 5-dir. 5 yazdım bura. 7-yi də arxasınca qalıq kimi yazdım. 57 çıxdı 7. Bax, məsələn, desək ki, 47 tutalım deyək də. 10-luq ədədini bu dəfə də deyir 16-lıqda ifadə elə. 16-ya bölsən 2 dəfə düşəcək. Burada da qalıq qalacaq 15. Düzdür? 32 qalıb 15 qalır. Deməli, sənin ən sonuncu qismətin 2-dir. Gətirib bunun arxasına 15-i yazma. Gedib orada da A-da da 215 veribsə, bunu yazıb gəlib demə ki, müəllim cavab nə səhv çıxdı. Çıxar da cavab səhv. Niyə? Çünki demişdi 16-lıqda 15 yoxdur. Onun əvəzində nə var? F var. Deməli, cavab ki, F. Əgər ki, burada sənin qalıq hissəndə qiymətin ikisi də eyni şəkildə qalıqdırsa 16-lıqda, sən onu hərflə işarə edəcəksən. Bax, məsələn, desək ki, tutalım, ya 59 deməsin, 61 10-luq ədədi 16-lıqda nəyə bərabərdir? Nə edəcəksən? 61-i böləcəksən 16-ya. 4 dəfə olsaydı 64 eləyərdi, çatmadı. 3 dəfə 48. 48-dən də nə qədər eləyir? 13 dəfə. 13 dəfə də qalıq qalır. 3-ü yazdım bura. Bu 13-ü bunun arxasına yazamazsan. 13-ə deyirik. 3 deyə bunun cavabıdır. Qutardı. Getdi. Bu qədər sadə, qatıb qarışdırmayın aləmi. Bax, məsələn, 16-lıq say sistemində desək ki, 32 10-luq ədədi yaddaşda 16-lıq deyə, daha doğrusu yaddaş nə idi? 16-lıqda nəyə bərabərdir? 32-yi böldün 16-ya. Düşdü 2 dəfə qalıq 0 dəfə. Yazın cavab 20. Qutardı, getdi. Və yaxud da ki, nə bilim, desək ki, 33 10-luq ədədi 16-lıqda nəyə bərabərdir? İndi bir dənə nümunəyə gətirəm bunu. Ona görə bura yaxın rəqəmlər yazdım. 33-ü bölsən 16-ya bir dəfə, qalıqda da bir dəfə. Baxa, əgər burada 11, ikisi bir arada qalsaydı, sən onda buna 1 deyərdin. Sən buna 1 deyənməzsən. Bunun biri bu taydadır, biri bu taydadır. Bu 1-1-dir. Bayaq dedim, 2 dənə rəqəm dolaşacaq. Bu, qabaqdakı 1-1-lərdir. İkisi burada bir yerdə qalsa, sən ona 11 deyərdin. Bu da sizin ikilikdən, ümumiyyətlə bütün say sistemlərlə 10-luğa, 10-luqdan da bütün say sistemlərlə keçid idi. Növbəti dərs sahlarında görüşənədək Xudahafiz, özünüzə yaxşı baxın.